Böyük qayıdış proqramı uğurla davam edir. Bu dəfəki mərhələdə Xankəndi şəhərinə ilk qayıdış baş tutub. Doğma Xankəndiyə qovuşanlar müxtəlif bölgələrdə əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Şükür Allaha qayıdırıq öz yurdumuza, yerimizə, obamıza qayıdırıq. Ailəmlə gedirəm, 6 nəfərik, 4 otaqlı ev veriblər bizə. Allah prezidentimizin canı sağ eləsin. Artıq illərdir gözlədikləri gün onlar üçün də yetişdi. Xankəndidən olan 162 nəfərdən ibarət 36 ailənin də torpaq həsrəti, yurd niskili sona çatıb. Xankəndi şəhəri uzun illərdən sonra ilk dəfə öz doğma sakinlərinə qucaq açıb. Allah'a min şükür ki biz qayıdırıq. Bizə bu şəraiti yaradanlara Allah can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Prezidentimizə Allah qorusun. Bugün şükür ki öz elimiz obamıza köçürük. Allah prezidentimizin canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Bugün səhər saatlarından doğma yurdlarına yola salınan sakinlər artıq Xankəndi şəhərinə çatıb. Onlara mənzillərinin açarları təqdim olunub. Xankəndinə qayıtmışam. Qələbə bizimdir. Oğlum 44 gündə şəhid oldu. Qürur duyuram, fəxr edirəm. Vətən uğrunda getdi, torpaqlarımız uğrunda getdi. Qardaş, sizə nə deyim mən? Bundan artıq xoş gün var ki, mən gəldim vətənimə, qaçqın deyiləm daha. Bütün köçkün düşən, məcburi köçkün düşənlərin hamısına qismət olsun, gəlsinlər, bu gözəl duyğu yaşasınlar və fərəhlənsinlər. Yəni xalqımız həqiqətən də bugün çox xoşbəxt xalqdır ki, biz qalib bir xalqıq. Beləliklə, bugünkü qayıdışla daxil olmaqla indiyədək bir şəhər və 10 rayonun 37 yaşayış məntəqəsində ümumilikdə 26.513 nəfərdən ibarət 6.633 ailə məskunlaşdırılıb. Sənan Bəhrəmli, Habil Aslanoğlu, ATV Xəbər, Xankəndi.